Zəfər tarixində işğaldan azad edilən ilk şəhər. 2020-ci il oktyabrın 4-ü Cəbrayıl şəhəri 27 illik işğaldan sonra azadlığına qovuşdu. Döyüşlərin ilk günlərində ordumuz rayonun xeyli kəndlərini nəzarətə götürdü. Ermənistan silahlı qüvvələri Cəbrayıl ərazisində bir neçə xəttdən ibarət istehkamlar qurmuşdu. Lakin qüdrətli ordumuz savaşın elə ilk günlərində bu istehkamları yara bildi. Prezident İlham Əliyev elə həmin gün bu xəbəri xalqa X hesabından çatdırdı. Bu şanlı gündə Cəbrayıl rayonunun daha 9 kəndinin işğalına son qoyuldu. Uzun illərdən sonra Cəbrayıl şəhəri azad edildi. Cəbrayıl bizimdir. ...1993-cü il avqustun 23-də Ermənistan ordusunun Cəbrayıl işğal etməsi nəticəsində rayona 13.928 milyard dollar məbləğində ziyan vuruldu. Rayon işğala məruz qalanda 52 mindən çox əhalisi olub. Cəbrayıllı məcburi köçkünlər ölkənin 58 rayonunun 2000-ədək yaşayış məntəqəsində, o cümlədən qaçqın düşərgələri, yük vaqonları və yataqxanalarda məskunlaşıb. 1994-cü il yanvarın 5-də həyata keçirilən Horadiz əməliyyatı zamanı isə rayonun Cocuq Mərcanlı kəndi işğaldan azad olundu. Cəmi bir neçə ay işğal altında qalmasına baxmayaraq kənddəki yaşayış evləri və digər sosial obyektlər yararsız hala düşdü. Cəbrayıl ekoloji terrorun qurbanına çevrildi. Murul Dağı'ndan özel kuvvetlerin sökülüp gelmesi ve Cebrail düzlüklerine yönelik olarak cephede gerçekleştirmiş oldukları sızmalar belki de savaşın en kritik anına karşılık geliyor. Cebrail'in düşmesiyle birlikte aslında Hadut'a giden yol tersten açılmıştır. Ve en nihayetinde savaşın kırıldığı yer diyebiliriz. Cebrail düzlükleri ve Cebrail için. Il şanlı aprel döyüşləri zamanı isə ordumuz Lələtəpə yüksəkliyini işğaldan azad etdi. Eyni zamanda Cocuq Mərcanlı kəndinə nəzarət bərpa olundu. Bu əhəmiyyətli əməliyyatlar silahlı qüvvələrimizin strateji yüksəkliklərə nəzarət etməsi ilə nəticələndi. Azərbaycan silahlı qüvvələri yarımçıq qalan bu işi 2020-ci il oktyabrın 4-də tamamladı. Cəbrayıl strateji əhəmiyyətinə görə hər zaman diqqət mərkəzində olub. Şəhərin işğaldan azad edilməsi Ermənistan ordusunun bir çox istiqamətdə fəaliyyətini məhdudlaşdırdı. Cəbrayılda aparılan əməliyyatlar nəticəsində Ermənistan ordusunun xeyli canlı qüvvəsi və texnikası məhv edildi. Bu qələbənin nəticəsində Azərbaycanın İranla dövlət sərhədinə nəzarəti qismən bərpa olundu. Ermənistan ordusunun İranla olan hər hansı bir əlaqəsi kəsildi. Həmçinin Xudafərin körpüsünə gedən yol açıldı. Cocuq Mərcanlı 2016-cı ildə azad ediləndə Cocuq Mərcanlıdan Şuşaya gedilən yol fikri vardı, ideyası vardı. Şuşanın məscidi də Cocuq Mərcanlıda tikilmişdir. Bax o yoldan başlanıldı Zəfər yolu. Artıq dünyanın hər akademiyaları Azərbaycan ordusunun hər rayonlara azad edilməsini həm dağlıq, həm düzənlik ərazilər, bilirsiniz ki, Qarabağ təbiəti müxtəlifdir və xüsusən böyük hissəsi dağlıq və meşəli əraziyə malikdir. O ərazilərdə ordumuzun keçirdiyi əməliyyatları öyrənirlər. 44 günlük vətən müharibəsindən sonra Şərqi Zəngəzur və Qarabağ iqtisadi zonalarında bərpa quruculuq işləri aparılır. 2020-ci il noyabrın 16-sında Prezident İlham Əliyev xanımı Mehriban Əliyeva ilə birgə Cəbrayıla səfər etdilər. Onlar Xudafərin körpüsünə də baş çəkdilər.
2021-ci ildə oktyabrın 5-də dövlət başçısı şəhərin azad olunmasının ilk ilində Cəbrayıl yarım stansiyasının açılışında iştirak etdi. Dövlət başçısı Cəbrayıl rayon mərkəzi xəstəxanasının, məktəb binasının və şəhərdə ilk çox mənzilli yaşayış məhəlləsinin təməllərini qoydu. Ali Baş Komandan Cəbrayıl Memorial kompleksi və şəhərin bərpasının təməl daşını da qoydu. 2024-cü ildə oktyabrın 3-də Araz Vadisi İqtisadi Zonasının təməli qoyuldu. Elə həmin ilin mayın 19-da dövlət başçısı İlham Əliyev və İranın sabiq prezidenti İbrahim Rəisinin iştirakı ilə Xudafərin hidroqovşağı istismara verildi. Həmçinin Qız Qalası hidroqovşağının açılış mərasimi keçirildi. Əziz dostlar, bugün çox əlamətdar bir gündür. Qız Qalası hidroqovşağının açılışı və Xudafərin hidroqovşağının istismara verilməsi hesab edirəm ki, tarixi hadisədir. Cəbrayıldakı Şəfəq Günəş Elektrik Stansiyasında istehsal edilən elektrik enerjisi azad olunan ərazilərin inkişafına töhfə verir. Təxminən 200 milyon dollar dəyərində olan bu stansiyanın tikintisinin 2027-ci ilin ortalarına qədər yekunlaşması gözlənilir. Horadiz Cəbrayıl Zəngilan Ağbənd avtomobil yolunun tikintisi isə 95% icra edilib. Bu yol Zəngəzur dəhlizi magistralının bir hissəsi kimi Azərbaycanın digər bölgələrini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək. Yolun tam istismara verilməsi regionda yeni iqtisadi və geosiyasi imkanlar yaradacaq. Cəbrayılın Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin sonradan infrastruktur layihələrinin aparılması üçün çox vacib və əhəmiyyətli yer var. Bildiyiniz kimi Xudafərin körpüsü də Cəbrayıl rayonu ərazisinə düşür və Xudafərin üzərində bayrağın qaldırılması da məhz Cəbrayıl rayonu ərazisində baş vermişdi. Azad iqtisadi zona yaradılıbdır. Azərbaycanın çox önəmli Qarabağ iqtisadi rayonunda, Zəngəzur iqtisadi rayonunda önəmli bir iqtisadi mərkəzin formalaşmasına da nail olacaq. Azərbaycan ordusunun uğurlu hərbi əməliyyatları nəticəsində bu həsrət bitdi. Cəbrayıldan sonra Zəngilan, Qubadlı və Laçın rayonunun cənub hissəsinin işğalçılardan təmizlənməsinə şərait yarandı. Rayonun azad edilməsi ilə 130 kilometr Azərbaycan-İran sərhədi də işğalçılardan təmizləndi. Dövlət başçısının sərəncamı ilə 4 oktyabr Cəbrayıl şəhər günü kimi təsis edilib. Cəbrayıllar doğma torpaqlarına sevinclə qayıdırlar. Xatırladaq ki, 2024-cü il sentyabrın 26-sında Cəbrayıla ilk köç karvanı yola salınıb. İlkin olaraq şəhərə 36 ailə, 117 nəfər köçürülüb.